Uşaqlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 3-cü sinif Azərbaycan iş dəftərindən səhifə 35-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyən düyməsinə basmağı unutmayın. Gəlin başlayaq. Üç alt tapşırığında deyir ki, uyğunluğu müəyyən et. Hansı cümlələrdəki bağlacılar bir-birini əvəz edə bilər? 1. Bu il taxıl bol oldu. Ona görə ki, qışda bolluca qar yağmışdı. 2. Usta çox çalışdı, amma televizor işləmədi. A. Buludlar göyün üzünü bürümüşdü, lakin yağış qorxusu yox idi. B. Sabirin gözəl nitqi var idi, çünki o çox mütaliə edirdi. Aha. Biz altından xətt çəkək. Birinci baxsaq, burada görərik ki, bağlayıcı ona görəkidir. İkinci cümlədə ammadır. A. Lakindir. B-də isə çünkidir. O bağlayıcı deyil, çünki o şəxs əvəzlidir. Çünki şəxs əvəzlidir. Aha, indi isə deyir ki, əvəz edə bilər. Ona görə ki, və çünki bir-birlərini əvəz edə bilər. 1 B-dir. 2 isə B getdiyinə görə onsuz da A-dır. Həm də yoxsa elə bilərik ki, usta çox çalışdı, lakin televizor işləmədi. Belə də. A. Buludlar göyün üzünü bürümüşdü, amma yağış qorxusu yox idi. Gördünüz necə də uyğun gəldi. B. Bağlayıcılara uyğun gələn başqa bir bağlayıcı ilə əvəz edib cümlələri köçür. 1. Mən çox dedim, ancaq dostum eşitmədi. Aha, belə. Yazaq. 1. Mən çox dedim. Amma və ya lakin yaza bilərsiniz. Dostum eşitmədi. Bunu da çəkək. Nəysə, belə də olar. 2. Mən bir dəqiqə. Mən sevinirəm. Çünki qardaşım ali məktəbə qəbul olub. 3. Çox çalışdım. Ancaq görürsüz, mən sadəcə köçürürəm. Oradakı bağlayıcıları yazmıram. Amma ancaq məsələni həll edə bilmədim. 4. Maşınlar çətinliklə hərəkət edirdi. Ona görə ki, yer buz bağlamışdı. Aha, gördünüz, məsələn, mən təkrar edeyim. Mən çox dedim, amma dostum eşitmədi və ya lakin yaza bilərsiniz bunun yerinə. 2. Mən sevinirəm, ona görə ki, qardaşım ali məktəbə qəbul olub. Bunun yerinə ancaq onsuz da çünki yaza bilərsiniz. 3. Çox çalışdım, amma məsələni həll edə bilmədim. Burada da ancaq və ya lakin yaza bilərsiniz. 4-də də maşınlar çətinliklə hərəkət edirdi. Ona görə ki, yer buz bağlamışdım. Yəni, yalnız ona görə ki, yaza bilərsiniz. Çünki'nin yerinə də.
C. Hansı cümlələrdə və bağlayıcısı sözləri bir-birinə bağlayıb və bağlayıcısını ilə bağlayıcısı ilə əvəz edərək həmin cümlələri köçür? 1. Əşrəf qapını açdı və toyuq cücə həyətə doluşdu. Deməli, burada iki dənə cümlə gördüyümüz kimi sözlər bir-birinə bağlayıb və bağlayıcısı. 1. Əşrəf qapını açdı və toyuq cücə həyətə doluşdu. Buradan olmur, çünki açdı və toyuq cücə. Nə bu olmur. Sözləri bağlamayıb. Cümlələri bağlayıb. Baxın, Əşrəf qapını açdı bir cümlə, toyuq cücə həyətə doluşdu bir cümlə. 2. Tədris ili başa çatdı və şagirdlərin yay tətili başlandı. Bu da deyil. 3. Tar və kamança milli musiqi alətlərimizdir. Tar və kamança. Bunlara baxın. Altından da xətt çəkin. Tar və kamança. Gördünüz? Sözləri bir-birinə bağlayıb. 4. Masanın üzərində çəngəl və bıçaq qoy. Çəngəl və bıçaq burada sözləri bağlayıb bir-birinə. 5. Müharibə bitdi və biz qələbə qazandıq. Müharibə bitdi bir cümlə, biz qələbə qazandıq bir cümlə. Ona görə də sözləri bağlamayıb. Bunları köçürməyəcəyik. Yazacağıq ki 3. Tar ilə kamança milli musiqi alətlərimizdir. Sonra 4. Dördüncüydü o. Aha. Bir dəqiqə. Masanın üzərinə çəngəl deyə bilərsiniz ki, niyə və yazmıram bunları köçür deyir. Çünki ancaq burada deyir ki, və bağlayıcısını ilə bağlayıcısı ilə əvəz et. Ona görə. İlə bıçaq qoy. Aha. Bu da bizim axırıncı tapşırığımız. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik!